32-ci dərsimiz olan Smart Domu oxuma və order flow sürəti haqqında danışacağam. Və burada bu domla bağlı bir-iki qeydim var. Çünki bu bir qədər eyni zamanda dom da bir qədər romantikləşdirilmiş, ilahiləşdirilmiş alətlərdən biridir. Amma əslində indi danışacaqlarımdan sonra görəcəksiniz ki, əslində yox. Yəni əvvəl dərslərdə də bu haqqda danışmışdım. Ona görə də indi bir dəfə də üstündən keçəcəm. Yəni sırf bu dərsə özəl. Deməli, gözləyən limit əmrlərini likvidliyin istehlak olmaq sürətini oxuyaraq qərar vermək olar. Bəli, likvidliyin istehlak olma sürətini oxumaq kömək ola bilər. Məsəl üçün deyək ki, siz əgər ki, yox, ondan əvvəl birinci dom haqqında danışaq, sonra o haqqında danışarıq. Yəni dom əvvəlki dərslərdən bildiyiniz kimi nədir? Sadəcə gözləyən pasiv likvidlikdir. Yuxarı qiymətlərdə satış limitlər və yaxud da stop əmrləri ola bilər. Aşağı qiymətlərdə isə alış limitləri və yaxud da sell stoplar ola bilər. Yəni sell stop olsa belə həmin yerə gələndə qayıdır sell market əmrinə keçir. Yəni əslində o da pasiv bir likvidlik sayılmır, aktiv likvidlik. Yəni necə deyim, aqressiv likvidlik sayılır yenə də. Yəni bu sadəcə dom bundan ibarətdir ki, bunu göstərir. Amma bəs yaxşı, deyək göstərirmi? Bildiyimiz mərkəzləşdirilmiş marketlər deyək ki, NQ-də trade edirsiniz də, sırf NQ-nun özündə. NQ-nun özündə trade edirsiniz. NQ-nun özündə trade edəsəniz belə siz bir məsələ var. Ümumiyyətlə Forex-dən danışmayın, ümumiyyətlə kriptodan danışmayın. Hələ onları heç onların data providerına o qədər çoxdur ki, o qədər çox data provider var, o qədər çox likvidlik provider var, onu izləyə bilməzsiniz, mümkün deyil. Mərkəzləşdirilmiş olan NQ-yu belə tam dəqiq izləmək mümkün deyil. Çünki hazırda dövr o devir deyil. Market çox rəqabətçildir. Yəni burada şey tutmaq da elə halva deyil ki, sırf hər şey daha güclü kimi olsun. Əgər buradakı gerçəyi göstərsəydi sizə, baxın, burada gözləyən likvidlik ən azından hər kəs üçün daha rahat olardı. Məsəl üçün bilinərdi ki, qiymət bura çatanda burada məsəl üçün satış likvidliyi daha çox olacaq. Məsəl üçün deyək ki, qiymət qalxa gedir, fikir verin, qalxa gedir. Burada daha çox likvidlik var. Market bura çatanda dirənə bilər və buradan short əməliyyatı açmaq olar. Çünki alış market əmrləri bütün bu satış likvidliyini istehlak eləməmiş, qiymət onun yuxarısına keçməz. Sırf bunu bir strategiya kimi işlədib də qiymət bura çatan kimi balaca bir dənə short scalp götürmək olardı. Amma görürsünüz ki, həyat elə deyil. Yəni məsələ ilə işləmir. Qiymət oraya gəlib çatan kimi buradakı likvidlik yox oldu, qiymət onun da üstünə basa-basa getdi. Yəni əgər ki, bu görünən olsaydı çox şey olardı. Burada görünən məsələn aşağıda alış likvidliyi var. Gələrdi, qiymət bura çatan kimi bir dənə balaca long scalp götürülərdi. Amma yenə elə işləmir işlər. Çünki qiymət oraya gedənə kimi bunu ləğv eləyəcəklər. Ola bilsin ki, sürüşdürəcəklər. Ola bilsin ki, bu tamamilə spoofing üçündür. Yəni likvidlik sadəcə verilmiş əmrlərdən ibarət deyil. Eyni zamanda likvidliyin bir neçə növü var. Məsəl üçün deyək ki, bu görünən likvidlikdir də bizim üçün. Deyək ki, lap data providerı bütün icebergin bütün görünənizini göstərir. Bu deyək ki, birinci görünənizdir. İkinci tərəf var ki, iceberg əmrləri. Onlar nədir? Bir hissəsini verirlər, qiymət orada dayandıqca qalan hissəsini yavaş-yavaş çıxardırlar. Bu icebergdir və yekunda absorption görünür. Və bir də niyyətli likvidlik var. Niyyətli likvidlik odur ki, qiymətin oraya çatmağını gözləyirlər ki, həmin yerdə öz əmrlərini versinlər. Bu əvvəlcədən görünmür və adətən algoritmlər onu qiymət həmin yerə çatan anda milli saniyələr içərisində əmri verir, əmr icra olunur və yox olur. Heç kəs görmür ki, bu əmr bura gəldimi, getdimi? Adətən yəni kiminsə market əmri həmin yerdə göründü, bəli, həcm kimi göründü, amma bunun bura verdiyi mikrosaniyə içərisində limit əmri hara gəldi, hardan getdi məlum olmadı. Düzdür, o istehlak olundu, amma elə qədər sürətli oldu ki, heç ümumiyyətlə nəinki bu data provider belə bəlkə də fərqinə varmadı ki, bura əmr gəldi, getdi. Yəni niyyətli sadəcə qiymət ora çatanda
Algoritm o qədər onu sürətlə icra edir ki, yəni əvvəlcədən burada görünmür. Yəni burada görünən, buradakı DOM-da görünən boş bir şeydir. Boş bir şeydir. Amma boş olmasına rəğmən mən necə istifadə oluna biləcəyi haqqında danışacağam. Birinci olaraq istehlak sürəti, likvidliyin qalınlığı və nazikliyi. Deyək ki, DOM-da məsəl üçün qiymət, deyək ki, belə baxırıq ki, qiymət yuxarı-yuxarı hərəkət edədikcə bir yer çalı gəlir ki, o hissədə daha çox əmr var. Potensial olaraq orada daha çox icra olunmamış gözləyən əmr var. Gəlir qiymət orada dirənir və bir neçə dəfə alıcılar absorb olunduğunu görüb də, balaca məsəl üçün bir short imkanını daha dəyərli eləyə bilər. Əsas da ki, aşağıda yüksək həcm hissəsi formalaşıbsa value profildə. Ondan sonra necə istifadə oluna bilər? Qiymət əgər ki, nazik likvidlik varsa, bir yerdəki, deyək ki, buradakı böyük likvidlik istehlak edə bilirlər alıcılar. Həmin yerdə baxırsınız, məsələn, satış absorptionu varsa, eyni zamanda satış limit əmrləri və satış market əmrləri burada qiymətə təsir edə bilməyib və alıcılar hələ də bunun üstünə keçibsə, balaca bir momentum yığıb da buradakı nazik likvidliyi də sürətli istehlak edib qiymət özünü biraz daha yuxarıya ata bilər. Yəni bu kimi ideyalar qazandıra bilər sadəcə DOM, amma yenə deyirəm, kaş ki hər şey burada göründüyü kimi olardı, amma təəssüf ki, heç nə göründüyü kimi deyil. Bir qədər daha market daha çətindir. Çox rəqabətçildir, çox çətindir. Sizin əlinizə gəlib çatan data, yəni fakt absolute data deyil. O bəlkə də heç 10% belə deyil. Orada görünən, yəni limit əmrləri heç 10% belə deyil. Data providerdən nə göstərmək istəsə sadəcə onu göstərəcək. Fisi qutardı. Ondan artığı və onlara sərf eləməyəni və yaxud da göstərmək istəmədiklərini və yaxud da görünməsini istəmədiklərini görməyəcəksiniz. Və yaxud da əliniz çatmayacaq. Deyəsiniz ki, necə əlim çata bilər? Çatmayacaq. Professional user, məsəl üçün deyək ki, non-professional ayrıdır, professional ayrıdır. Onlar bizneslərdir, fondlardır, banklar da ola bilsin ki və s. Onların əli çox daha böyük dataya çatır. Demirəm, sadəcə DOM datası çox böyük dataya çatır. Hansı ki, sizin heç vaxt əliniz çatmayacaq həmin dataya. Onların bahalı terminalları var. Məsəl üçün deyək ki, Bloomberg terminalı və s. Onlar daha geniş əlaqələri var. Və sürət haqqında da bir neçə lazımlı şeyləri, bunları oxuyarsınız bu arada, buraya qeyd etdiklərimi oxuyasınız. Və bir də sürət haqqında əlavə danışım və bir də burada da qeyd edeyim ki, eyni zamanda niyə TradingView-nun footprinti əslində pis deyil və hətta bəzi üstün cəhətləri var. Biz bilirik ki, yəni ki, order datası dəyişdirilə bilər, bir hissəsi göstərilə bilər həcm datasının. Yəni hamısı dəqiq deyil, DOM dəqiq deyil, o məsələn ritmikin verdiyi data, o birisinin verdiyi data dəqiq deyil. Bir hissəsi göstərilə bilər, dəyişdirilə bilər, amma qlobal vahid var. Amma heç bir şey, heç nə qiymətin bir tik hərəkətini gizlədə bilməz. Bir tik hərəkətini gizlədə bilmir. Və TradingView-nun footprinti də tik datası ilə hesablayır. IC marketdən ümumi qiymət hərəkətini alır. Tik datası ilə isə orada icra olunmuş həcmi təqribiləşdirir. Yəni yuvarlaqlaşdırır ki, bu hissədə, məsəl üçün bu şam hərəkət edəndə bu hissəsində nə qədər təxminən alış həcmi icra olunub və nə qədər təxminən satış həcmi icra olunub. Və bu gün içi yaxşıdır. Yəni daha əvvələ baxsanız, daha bir neçə gün əvvələ baxsanız, TradingView-nun footprinti göstərməyəcək. Və desəniz ki, backtest eləmək, backtesti də ümumiyyətlə məsləhət görmürəm. Yəni backtest çünki ölü market üstündədir. Mən keçən dəfə NT Futures'da public kanalda bu modelin necə olması haqqında müzakirə aparıldıq. Orada volatillik rejimləri və qiymətin hərracın balans və balanssızlıq rejimləri haqqında müzakirə elədik. Siz ölü marketdə bunu görə bilməzsiniz. Qiymətin likvidliyi istehlak eləmək sürətini görə bilməzsiniz. İstər o likvidlik, bax bu qiymət bura belə hərəkət edəndə, istər o likvidlik gizlədilmiş olsun və yaxud da gizlədilməmiş olsun. Bu maraqlı deyil.
Qiymət əgər ki onu hansı sürətlə icra eləyirsə, məsələ burasındadır. Bunu gizlədə bilməzlər. Likvidliyin istehlak sürəti gizlədilə bilməz. Həcm dəyişdirilə bilməz, gizlədilə bilməz. Və qiymətin tik hərəkəti dəyişdirilə bilməz və gizlədilə bilməz. Qiymət bura yuxarı belə hərəkət edəndə deyək ki, bir hissədə direndi, satış üstünlüyü gəlmək istədi, amma gələnmədi. Qiymət hərəkətinə yuxarıya doğru davam elədi. Nə oldu burada? Satıcılar tələyə düşdü və ya başqa deyişlə absorb olundu, soruldular. Bunu gizlədə bilməzlər. Amma order datası, DOM datası göstərilməməsi gərəkli olan və yaxud da göstərmək istədiklərini göstərə bilərlər. Amma qiymətin hərəkətini üstündən çıxan datanı heç bir kənar faktor dəyişə bilməz. Yəni, nə demək istəyirəm? Qiymət enki də buradan bura hərəkət edib, bir başqasının qrafikində buradan bura hərəkət edə bilməz. Yəni, qlobaldır, bir növ universaldır. Bunu heç cür dəyişmək və yaxud da gizlətmək olmaz. Əgər ki, qiymət buradan bura qalxdısa, bu dəyişdirilə bilməz. Bir tik, bu qalxışın ərzində, məsələn, burada bir neçə tik, bir əmr gəldisə, satış və qiyməti az da olsa aşağı tikə çəkmək istədisə, dartmaq istədisə, bunu heç nə gizlədə bilməz. Qiymət əgər ki, buralarda daha yavaş idisə və indi daha sürətlənməyə başladısa, nə deməkdir? Likvidliyin istehlak sürəti artdısa, bunu heç nə gizlədə bilməz. İstər orada likvidlik olsun, olmasın. Likvidliyin istehlak sürəti həmin yerdə artdı. Bunu da gizlədə bilməzlər. Baxın, belə universal bir gözdən baxanda artıq sizin əlinizə hansı data çatsın, istər TradingView olsun, istər Atas olsun, istər Bookmap olsun, onlar sadəcə hamısı, yəni bütün toollar, bütün order flow toolları hamısı tape nə idi? Time and sales. Yəni time and sales'ın vizual formaya salınmış halıdır. Time and sales nəyə göstərirdi? Məsəl üçün deyək ki, bir enki satış market filan vaxtı, yəni zamanı göstərir ki, icra olundu. Mikrosaniyəsinə kimi ki, bu zamanda icra olundu. Məsəl üçün bir satış market, məsəl üçün buy market, məsəl üçün filan zamanda, məsəl üçün gəldi. Time and sales bunu göstərir. Alışlar və satışlar neçə kontrakt olunub və zamanla dəyişən bir şeydir. Yəni, bunun sadəcə vizual hala salınmış formasıdır. Yəni, footprintdə, volume profile'da, cumulative volume delta'da üstündə bəzi hesablamalar edilir. Bütün bunların hamısı time and sales'in vizual formaya salınmış halıdır. DOM isə data feed'in verdiyinə əsasən limit əmrləri göstərir. Data feed'in göstərmək istədiyinə əsasən. Məsəl üçün, data feedləri var, deyək ki, ritmik. Ritmik nə qədərini istəyirsə, o qədərini göstərəcək. DX feed nə qədər lazımsa, o qədərini göstərəcək. Bunlar tez-tez dəyişəcək və likvidlik sadəcə orada göstəriləndən ibarət deyil. Hedging deyilən də bir şey var. Məsəl üçün, qiymət deyək ki, kimsə hansısa artıq böyük fond bir hissədə tam əmrlərini doldura bilmədilər, likvidlik təmin eləmişdi hansısa bir ECF-də, amma əmrini doldura bilmədi. O, avtomatik gedib də əks tərəfdə hedging eləməlidir ki, neytral qalsın. Bu hedging elədiyi məsələ var, bunun özü də bir likvidlikdir. ECF-də saniyələr içərisində likvidliyi ləğv eləyir və yeni likvidlik əlavə eləyir. Yəni, ECF-də algoritmləri, high frequency trading, onların əlinə çox böyük data çatır. Siz informasiyanı saniyənin 1/10-də qəbul edirsiniz. Yəni, bir şeyi görür beyniniz qrafikdə. Onu saniyənin 1/10-dən sonra siz dərk edirsiniz ki, bu oldu. Yəni, beyin bir informasiyanı gözdən alıb da beyninizə çatma sürəti var. Və onların əlindəki data feed o qədər sürətlidir ki, saniyənin 1000-3 hissəsi, yəni sizin beyninizin işləmə sürətindən çox qat-qat daha sürətli onlara data çatır və algoritmlər qərar verir. Yəni, ona görə də ki, bu qədər artıq mükəmməl olmağa çalışmamalısınız, ola da bilməzsiniz. Sadəcə məsələ orasındadır ki, sizə veriləni oxuya biləsiniz. Mükəmməl bir data feedinə heç kəs çata bilməz. Hansısa bir hedge fund elə bilirsiniz ki, bütün hedge fundlar əlbirdir, hamı retaillərə qarşıdır. Onlar pisdir, onlar kötü adamdır, hamının pulunu oğurlamaq istəyirlər, qazanmaq istəyirlər. Elə bir söhbət yoxdur. Onlar pis adamdır və yaxud da sizin pulunuzu istəyir deyə bir söhbət yoxdur və yaxud da onlar həmişə qazanır deyilən bir söhbət də yoxdur. Tarix boyunca nə qədər batan fondlar olub, nə qədər batan banklar olub, onlar da ki, yenə deyirəm, risk içindədir.
istənilən hamısı risk içindədir ki, hansısa bir səbəbdən dolayı birbaşa və yaxud da dolayı yolla bata bilərlər və yaxud da zərərə düşə bilərlər. Heç kəs, yəni ki, heç bir belə necə deyim, fiziki varlıq davamlılığını sonsuza qədər sürdürə bilməz, başqa deyişlə. Yəni bir fiziki bütövlük mütləq ki dəyişməlidir. Yəni kuantum nəzərindən baxsanız, mütləq ki dəyişməlidir, parçalanmalıdır. Yəni bütövlüyünü sonsuza qədər qoruya bilməz və müvəqqətidir. Bütün əgər bir şey varsa fizikidir və o fizikiliyini bütün, yəni ki, hər zaman qoruya bilməz. Hal-hazırda gördüyünüz şeylər isə məhsullar olsun, banklar olsun, şirkətlər olsun da, bunlar da deyək ki, bəzisi 30 il, bəzisi 40 il, 50 il, bəzisi 100 illik tarixi var, bəzisi ola bilər 200 illikdir. Yəni görürsünüz ki, o qədər də çox belə o qlobal bucaqdan baxanda özünü, yəni ki, 100 illərlə sübut eləmiş hansısa bir şey deyil, varlıq deyil və zaman keçdikcə də parçalanmağa məhkumdur bütün fiziki varlıqlar, yadınızda saxlayın ki. Və belə və sürət haqqında deyəsən az danışdım, amma bu əvvəlki dərsdə bu haqda biraz danışmışdım, volatillik məsələsində ki, məsələn qiymət eyni hərəkəti 3 şama deyək ki 3 dəqiqə eləyir və yaxud da 1 dəqiqə eləyir. Bunlar arasında çox fərq var. Bunlarda hərracın rejimləri və volatilliyin rejimi arasında çox fərq var. Bu da eyni zamanda sizin yanaşmanızda böyük rol oynayacaq. Sizin girişlərinizdən əvvəl. Siz deyək ki, long pozisiyasına girmək istəyirsiniz. Deyək ki, support resistance tradersiniz. Ən şeyindən gedirəm. Deyək ki, bura sizin üçün support hissəsidir. Siz gəlirsiniz, bura dəysin, aşağı qırıb keçsə short girəcəksiniz, yuxarıda getsə long girəcəksiniz deyək ki. Siz longa girməmişdən əvvəl səbirlə gözləsəniz ki, alış artıq likvidliyi daha sürətli istehlak edə bilsin, sizin win rate-iniz qalxacaq. Və yaxud da shorta girməzdən əvvəl qiymət əgər ki sürünürsə, siz səbirli olsanız ki, qiymət daha balanssız hərrac vəziyyətinə keçsin və likvidlik daha sürətli istehlak olunsun, sizin bu yerdəki girişləriniz təbii ki win rate-inizi daha da artıracaq. Yəni indi ümumi belə indi bu dərslər çox dərinə getmək üçün deyil, sadəcə ideya qazandırması üçündür. Çalışdığım qədər, yəni ki, qısa bir dərs belə olsa, yəni uzun danışmağa qalsa, inanın ki, məni burada saxlaya bilməzsiniz. Saatlarla danışarıq, müzakirələr apararıq. Yəni elə bilərsiniz birdən bu dərs 15 dəqiqə, 20 dəqiqə oldu, fizik qutardı, bitdi. Yəni gedib baxa bilərsiniz, mən vaxtı ilə saatlarla dərslər yükləmişəm, çəkmişəm. Nəinki publikdə, sırf mentorluğun özündə mən bir canlı yatsanda ortalama 2 saatdan tez bağlamıram. Yəni çox danışırıq, çox uzun söhbət aparırıq, çox daha dərinliyinə edirik. Amma top əlinin məqsədi ondan ibarət deyil. Top əlinin məqsədi birinci əsas öyrətməkdir, dərinlik sonradır. Belə sağ olun, növbəti dərslərə görüşərik.